uşaqlar, bugün danışacağıq qeyri-müəyyən şəxsi cümlələrdən. Bildiyimiz kimi, sadə cümlənin şəxsə görə növlərindən hansıların adını çəkmişdik? Müəyyən şəxsi cümlələr, qeyri-müəyyən şəxsi cümlələr, ümumi şəxsi cümlələr, şəxsi cümlələr və adlı cümlələr. Ötən dərs müəyyən şəxsi cümlələr haqqında məlumat verdik. İndi isə danışırıq qeyri-müəyyən şəxsi cümlələrdən. Müəyyən şəxsi cümlələr haqqında bir yadımıza salaq. Dedik ki, müəyyən şəxsi cümlə istənilən mübtəda çıxan cümlə müəyyən şəxsi cümlədir. Mübtədamız yoxdursa xəbərinə baxırdıq. Xəbərdəki şəxs sonluğuna əsasən mübtədanı bərpa edə bilərik, edə bilmərik deyə müəyyənləşdirmişdik. Düzdür? İndi isə danışırıq qeyri-müəyyən şəxsi cümlələrdən. Öncə onu bilməliyik ki, qeyri-müəyyən şəxsi cümlələrdə mübtəda olmur. Mübtəda olmur. Yəni bu cümlələrdə mübtədanın iştirakı mümkün deyil. Aydın oldu. Zaten dedik ki, mübtədası olan istənilən cümlə necə cümlədir? Müəyyən şəxsi cümlədir. Yəni bir cümlədə mübtəda varsa, istisnası olaraq onu nə cümlə deyirik? Müəyyən şəxsi cümlə deyirik ki, istisnasız deməyək də xəbərimiz varsa, yəni xəbər yoxdursa, mübtəda varsa biz ona adlıq cümlə deyəsirik. İndi ona gəlib də ondan danışacağıq. Deməli, qeyri-müəyyən şəxsi cümlələr mübtəda olmur. Bəs mübtədası yoxdur. Hardan bilim ki, qeyri-müəyyən şəxsi cümlədir? Xəbərə baxın. Bu cümlələrdə xəbər üçüncü şəxs cəmində olur. Üçüncü şəxsin cəmində, yəni şəxs sonluqları orada biz nə görürük? Lar görürük. Aydın olur və məzmununa diqqət edirik. Üçüncü olaraq fikir verdiyimiz, diqqət etdiyimiz məqam məzmundur. Bu cümlələrdə uşaqlar işi kimlərsə icra edir? İşi kimlərsə icra edir. Yəni işi hər kəs yox, bir qrup adam icra edir. İndi gəlin bir nümunə yazaq. Həmin nümunə əsasına görə o cümlə qeyri-müəyyən şəxsi cümlədirmi? Məsələn, deyirəm ki, qapını döyürlər. İlk işimiz nədir? Cümləni təhlil etmək. Sadə cümlənin şəxsə görə növlərini tapanda ilk işimiz cümləni təhlil etməkdir. Cümləmizi təhlil edirik. Nə edirlər? Döyürlər, xəbər. Nəyi döyürlər? Qapını döyürlər. Cümləmizdə mübtədamız yoxdur. Mübtəda yoxdursa nəyə baxırıq? Xəbərə baxırıq. Xəbərimiz neçənci şəxsdədir? Üçüncü şəxsin cəmindədir. Və üçüncü olaraq fikir verdiyimiz xüsusiyyət məzmundur. Qapını hamı gəlib döyür, yoxsa kimlərsə döyür? Kimlərsə bir nəfər, iki nəfər aydın olur, bütün el aləmcə qapını döyür. Aydın oldu. Fikir bir qrup adama aiddir. Deməli, bu cümlə necə cümlədir uşaqlar? Qeyri-müəyyən şəxsi cümlədir. Çətindir? Deyil. Məsələn, başqa bir cümlə yazaq. Deyirəm ki, bizi tədbirə dəvət etdilər. Nə etdilər? Dəvət etdilər. Kimi? Bizi haraya dəvət edirlər? Tədbirə. Yenə də mübtədamız yoxdur. Xəbərimiz yenə də üçüncü şəxsin cəmində. Hər kəs dəvət edir, yoxsa kimlərsə dəvət edir? Kimlərsə dəvət edir, düzdür? Deməli, necə cümlədir uşaqlar? Qeyri-müəyyən şəxsli cümlədir. Bildik. Amma uşaqlar çox vaxt nə edirlər? Gedirlər, xəbər üçüncü şəxsin cəmində olan bütün cümlələrə qeyri-müəyyən şəxsi cümlələr deyirlər. Bu olmaz. Məsələn, deyirəm ki, şagirdlər müəllimi çağırdılar. Uşaqlar gedirlər, çağırdılar sözündəki larləri görən kimi bu cümləyə qeyri-müəyyən şəxsi cümlə deyirlər. Xeyr, olmaz. Cümləni təhlil edirik. Cümləmizin xəbəri çağırdılar. Kim çağırır? Şagirdlər. Bir cümlədə baxmayaraq ki, xəbər nədir, neçənci şəxsdədir? Bir cümlədə mübtəda varsa, o cümlə necə cümlədir? Müəyyən şəxsi cümlədir. Aydın ol, biz onlar qeyri-müəyyən şəxsli cümlə deyə bilmərik və yaxud digər cümlələri deyə bilmərik. Və ya da deyirəm ki, imtahana ciddi hazırlaşarlar. Cümləmizdə yenə də larlar var. Cümləmizdə larların olmağı
bizə onu qeyri-müəyyən şəxsi cümlə də götürməyimizə yol vermir. Aydın oldu, cümləni təhlil etməliyik. Nə edərlər? Hazırlaşarlar. Nəyə hazırlaşarlar? İmtahana hazırlaşarlar. Necə, nə tərzdə hazırlaşarlar? Cümlədə mübtədanın olmamağı da onu qeyri-müəyyən şəxsi cümlə etməz. Nəyə baxmalıyıq? Üçüncü, baxmalıyıq məzmuna. Bu kimlərə sahib, yoxsa hər kəsə sahib fikirdir? Hamıya, bütün şagirdlərə aid edilən bir fikirdir ki, imtahana ciddi hazırlaşarlar. Deməli, fikir hər kəsə aiddirsə, biz buna qeyri-müəyyən şəxsi cümlə deyə bilmirik. Aydın oldu. Bu cümlə inşallah növbəti dərslərdə keçəcək. Ümumi şəxsi cümlələr. Bu ümumi şəxsi cümlələrə aid nümunədir. Qeyri-müəyyən şəxsi cümlələr haqqında bu qədər bir ümumiləşdirmədir. Deməli, bu cümlələrdə mübtəda olmur. Xəbər üçüncü şəxsin zəmindədir və işi kimlərsə icra edir. Aydın oldu. Mübtədası varsa, xəbər üçüncü şəxsin zəmindədirsə, bu müəyyən şəxsi cümlədir. Fikir hər kəsə aiddirsə, xəbər üçüncü şəxsin zəmindədirsə, ümumi şəxsi cümlədir. Biz bunu keçəcəyik zaten. Sualımız var mı? Bugünkü dərsimiz bu qədər. Sualınız varsa soruşarsınız.